aparıb cənnət bağçasına qoyub. Bəlkə də bir anamız göz yaşı axıdır. Rəbbim deyir ki, mənim gözəl qulum, sənin göz yaşın bir kövsər suyudur. Bəlkə də bir ata söylüyor ki, kaş mənim oğlum yanımda olaydı. Oradan şəhid söylüyor ki, atacan, mən Rəbbimin yanındayım. Odur ki, bu məqam çox alidir. Biraz öncə də dəyərli qarimiz və qazimiz də oxudu. Mən bir başqa ayağını da oxuyum, sözü verirəm sizə. Buyurun, buyurun. Rəbbimiz Quran-ı Kərimdə deyir ki, وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا أَنْتُمُ الْأَعْلَاءُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ. Deyir, siz hüzünlənməyin, kədərlənməyin, dərdlənməyin, qəmlənməyin. Deyir, siz alisiz. Çünki siz müminsiz, inanansız. Budur ki, bu inam, bu etiqad insana çox ali dəyərləri qazandırır. Və odur ki, bizim mücahidlərimiz Qarabağda səcdəni, bizim şəhidlərimiz də şəhadəti qəbul etdi.